Türkiyə-Azərbaycanla münasibətləri koordinasiyalı və həmrəylik prinsipi əsasında qurur və davam elətdirir deyib Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ötən gün Türkiyə parlamentində çıxışı zamanı və bildirib ki, bu münasibətlər təkcə iki tərəfli əsasda deyil, eyni zamanda bir sıra müxtəlif və beynəlxalq platformalar çərçivəsində də inkişaf eləyir. Nazir eyni zamanda Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşmanı xüsusi olaraq vurğulayıb və bildirib ki, bu razılaşma, iki ölkə arasında olan razılaşma Cənubi Qafqazda çoxdandır yaradılan sülhün bərqərar olmasında, sülhün yaranmasında vacib rol oynayacaq və bundan sonraki gözləntilər bu prosesin daha da irəliyə getməsidir. Hakan Fidan eyni zamanda Ermənistanla olan münasibətlərə də diqqət çəkib və bildirib ki, hazırda iki ölkə arasında münasibətlərin inkişafı baxımından bütün pillələrdə, əsas pillələrdə danışıqlar aparılır. İstər liderlər səviyyəsində, istərsə də nazirlər və onlardan aşağı vəzifədə olan şəxslər çərçivəsində danışıqlar aparılır. Amma onu da bildirib, şərtini açıqlayıb Ermənistanla münasibətlərin inkişafında və yaradılmasında söhbət diplomatik münasibətlərdən gedir. Hakan Fidan bildirib ki, yalnız Azərbaycanla sülh müqaviləsi imzalanandan sonra, yəni Ermənistan Azərbaycanla münasibətləri tam şəkildə bərpa etdikdən sonra artıq Türkiyədə Ermənistanla başlayacaq münasibətlərini inkişaf etdirməyə. Mən davam eləmək istəyirəm. Dünya gündəmi ilə Çin şirkətləri Rusiya neftindən imtina edir artıq kütləvi şəkildə demək olar. Çünki Birləşmiş Ştatlar, xatırlayırsınızsa, bir müddət öncə Rusiyanın Rosneft və Lukoil iri şirkətlərinə qarşı sanksiyalar tətbiq edib və bu sanksiyalardan sonra Rusiyanın əsas ixrac markalarından biri olan ESPO neftinin alışını dayandırılıb Çin tərəfindən və qeyd eləmək lazımdır ki, ESPO ümumilikdə Çin tərəfindən dəniz yolu ilə Rusiya neftinin əsas hissəsini təşkil edirdi. Məhz dəniz yolu ilə alınan neftdən gedir söhbət və xüsusi olaraq qeyd eləmək lazımdır ki, neft idxalı 500-800 min barel azalaraq adi göstəricinin təxminən 3də 2-si həcmində azalıb. Bu da təbii ki, artıq Çin bu prosesi dayandırandan sonra Rusiyanın bəzi tankerlərində artıq bu deməli neft qalıb və hazırda hesablamalara görə bu tankerdəki neftlər suyun üzərində gəzən anbarlara bənzəyir. Çünki heç kim hazırda bu nefti almır. Digər tərəfdən Beynəlxalq Enerji Agentliyi qeyd edilib ki, əgər bu sanksiyalar davam etsə, Rusiyanın bu nefti, yerdə qalan nefti, alınmayan nefti bazarlarda təzyiqə səbəb ola bilər. Bu da təbii ki, öz növbəsində neftin qiymətinin azalmasına gətirib çıxara bilər, yəni istisna edilmir. Elə sanksiyaların əsas səbəblərindən biri Rusiya-Ukrayna müharibəsidir, bilirsiniz. Mən Ukrayna gündəmi ilə davam eləmək istəyirəm. Son günlər bilirsiniz ki, böyük bir korrupsiya qalmaqalı hökm sürür Ukraynada və Ukrayna Ali Radasının energetika naziri German Galushenko və Ədliyyə naziri Svetlana Grinçukun istifasını müzakirə etməli olan iclas yarımçıq qalıb ötən gün. Bu arada RBK Ukrayna məlumat yayıb və məsələ ondan ibarətdir ki, Ukraynalı deputatlar hesab eləyirlər ki, təkcə bu iki nazir yox, ümumiyyətlə hökumət istifaya getsin və hesab eləyirlər ki, məhz bu iki nazirin istifası məsələsinə, hökumətin istifa məsələsinə baxıldıqdan sonra yenidən baxılsın. Xüsusilə hökumətin istifasını aktiv şəkildə tələb eləyənlərdən biri Ukraynanın keçmiş prezidenti Petro Poroşenkodur və Petro Poroşenko da aktiv şəkildə bəyanatlar verib, iştirak edib parlament iclasında və çox hündür səslə kadrlardan biz baxdıq. Ümumiyyətlə, çox ciddi səsküyə səbəb oldu bu hadisə. Hətta bəzi, belə deyək də, Ukraynalıların mediadan oxuduğum qədərilə deyə bilərəm, kliklər də hərəkətə keçiblər. Hökumətə yaxın olan bəzi, belə deyək, sosial mediada kifayət qədər hörməti olan Ukraynalı siyasi şərhçilər və yaxud xəbər agentlikləri isə bunun hətta korrupsiya məsələsinin arxasında kimlərin isə durduğunu və bunun hökumətə təxribat törətmək üçün atılan addımlar olduğunu hətta iddia eləyənlər oldu. Təbii ki, bunlar iddiadır, amma görünür ki, Ukrayna gündəmi hələ bir müddətdə bu mövzu ilə məşğul olacaq.
Mən xüsusi olaraq qeyd etmək istəyirəm nə ilə bağlıdır bu korrupsiya məsələsi. Bir neçə gün bundan öncə Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu, eyni zamanda korrupsiya ilə bağlı prokurorluq, Energoatomda yüksək vəzifəli şəxslərin də adı keçən korrupsiya sxemini aşkarlayıblar və elə bu sxemdə səs yazmalarda, gizli səs yazmalarda Energetika naziri German Galushenkonun adı keçir. Məhz bu səbəbdən baş verir hazırda bu korrupsiya qalmaqalı. Elə Ukrayna ilə davam edirik. Birləşmiş Ştatların Rusiya-Ukrayna müharibəsinə dair gizli planı var deyə bəzi qərb nəşrləri məlumat verir. Mən xüsusi olaraq Axios portalını qeyd eləmək istəyirəm və portalın istər Birləşmiş Ştatların, istərsə də Rusiyadan olan mənbələrinə istinadən yaydığı məlumata görə Donald Trump administrasiyası bu müharibəni gizlətmək üçün yeni plan hazırlayıb və bu plan Qəzzada Donald Trumpın deməli səylərindən ilhamlanıb qeyd edirlər portalda və bu plan ümumilikdə 28 maddədən ibarətdir. Ümumilikdə isə 4 hissəyə bölünür. Rusiya-Ukrayna arasında sülh, Kiyev üçün təminatlar, Avropada təhlükəsizlik, eyni zamanda Birləşmiş Ştatların bundan sonra Rusiya və Ukrayna ilə münasibətlərini qeyd eləmək olar bu planın əsas tərkib hissəsi olaraq. Mən onu da bildirmək istəyirəm ki, bu plana rəhbərliyi, daha doğrusu bu planda əsas iştirakı Donald Trumpın xüsusi nümayəndəsi Steve Witkoff oynayır əsas rolu və Rusiyada danışıqlar aparacaq qeyd olunduğu kimi və portalın qeyd etdiyi məlumata görə bu planla bağlı bəzi məlumatları artıq açıqlayır Donald Trump Avropalı tərəfdaşlarına və Ukraynaya. Hətta məlumata görə Rusiya tərəfi bu plana nikbin baxır, amma Avropalı tərəfdaşlar və Ukrayna bu plana necə yanaşacaq, hansı tərzdə yanaşacaq, yaxınlaşacaq bu plana, bu hələ ki müzakirə mövzusudur. Amma Axios portalının öz mənbələrinə istinadən, Ukrayna rəsmiləri arasında olan mənbələrinə istinadən Mayamidə keçirilən görüşdə Ukrayna prezidenti Vladimir Zelenskinin milli təhlükəsizlik müşaviri Ruslan Umerova bu planı artıq açıqlayıblar və Ukraynada artıq bu plandan xəbərdardır. Birləşmiş Ştatların planlarından danışmışkən mən qeyd eləmək istəyirəm ki, Birləşmiş Ştatların keçmiş milli təhlükəsizlik müşaviri John Bolton səsküylü açıqlamalarla yadda qalıb öz müsahibəsində və bildirib ki, Birləşmiş Ştatların artıq Venezuela ilə bağlı da planı var və bu plan hazırki prezident Nikolas Maduro'nun deməli hakimiyyətdən götürülməsi ilə bağlıdır. Bunu da onunla əsaslandırıb John Bolton ki, Birləşmiş Ştatlar özünün ən güclü Gerald Ford aviadaşıyıcısını Karib hövzəsinə yönləndirib. John Bolton hesab eləyir ki, əgər Donald Trumpın deməli əsas məqsədi narkokartellərlə mübarizə desə, onun əsas məqsədi bu qədər geniş şəkildə əməliyyata ehtiyac yoxdur. Çünki narkokartellərlə mübarizə üçün bu cür geniş aviadaşıyıcıya zərurət yoxdur. 16.000 şəxsiyyətə də əslində zərurət yox idi, onu demişdik. Bəlli idi, orada başqa proseslər də ola bilər idi, təbii ki, bunlar təxmindir. Bəli, John Bolton açıqlayır ki, Donald Trump artıq silahını masaya qoyub, amma bu silahdan istifadə eləyəcək yoxsa yox, bu zaman göstərəcək, bəli, yaxın günlərdə. Amma dünya mediası da çox fərqli yanaşır. Məhz Amerika Birləşmiş Ştatlarının Venezuelaya olan bu narko tacirləri mi deyək, narko baronları mı deyə aradan götürmək siyasətinə. Çünki bəlli məsələdir ki, yəqin ki, siz də bilirsiniz, tamaşaçılar da bilir, ümumiyyətlə Cənubi Amerikada ən böyük narko kartellər Kolumbiyadan çıxır və ümumiyyətlə dünya narko ticarətinin 70%-i Kolumbiyaya məxsusdur. Sadəcə olaraq Kolumbiya Amerikanın müttəfiq olduğuna görə və onun siyasətini dəstəklədiyinə görə təbii ki, Amerika Birləşmiş Ştatlarının Kolumbiya ilə heç bir işi yoxdur və onun işi əsasən Venezuela iləndir, Maduro iləndir. Pablo Escobar məsələn. Narkos var Netflixdə, hörmətli tamaşaçılar izləyə bilərsiniz. O filmə baxanda artıq bəllidir ki, yəni Kolumbiyadan çıxan bütün narkotiklərin hamısı birbaşa Amerikaya gedir və Mayamidə belə kök
köks alır, oradan sonra yayılır. Yəni bu geniş bir müzakirə səbəb olan bir məsələdir. Sadəcə olaraq Venezuelanın hal-hazırdakı siyasəti, Amerika Birləşmiş Ştatlarının siyasətini belə dəstəkləmədiyinə görə və təbii ki, Venezuela çox ideoloji fərqlər də var təbii ki, hər iki ölkə bəli, arasında. təbii və neft ehtiyatlarına, təbii ehtiyatları və neft ehtiyatlarına sahib olduğuna görə mənə elə gəlir ki, Amerika Birləşmiş Ştatları məhz bunu ələ keçirmək istəyir və öz adamını Maduro'nun yerində qoymaq istəyir. Nicolas Maduro da bu fikirdədir və görürsən, eyni fikirdəyim Maduro ilə. Qeyd eləyir ki, hazırda Donald Trump administrasiyası cinayətkarlığa qarşı mübarizə bəhanəsi adı altında Venezuelanın təbii resurslarını ələ keçirmək niyyətindədir və burada müvəqqəti hökumət qurmaq istəyir. Nicolas Maduro belə fikirləşir, amma Donald Trump bir neçə gün bundan öncə açıqlamışdı ki, biz hələ də tam şəkildə qərar verməmişik və ola bilsin ki, Nicolas Maduro ilə danışıqlar aparacaq bu istiqamətdə, amma bu açıqlaması nə dərəcədə səmimidir, təbii ki, bunu zaman göstərəcək və biz yaxın günlərdə Birləşmiş Ştatların Venezuela ilə bağlı qərarının şahidi olacaq. Həm deyək ki, bu qədər sülhpərvər insan imici artıq formalaşdırıb, lider imici formalaşdırıb ikinci prezidentlik dönəmində bəlkə də onu pozmaq istəmir bu Venezuela məsələsi ilə, o da ola bilər. Dostlar, məndən hələlik bu qədər. Çox sağ ol. Təşəkkür edirik. Təşəkkür edirik sənə. Sağ olun. Mən isə öz növbəmdə tamaşaçıları dünyada və regionda baş verən siyasi məlumatları əldə etmək üçün xəbərin zamanını izləməyə dəvət edirəm. Sağ olun, salamat qalın.